Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində Ağdam Rayon Veteranlar Təşkilatı bir daha öz humanist missiyasını nümayiş etdirərək cəmiyyətimizin ən dəyərli üzvləri olan şəhid ailələri və qaziləri unutmayıb. Təşkilatın kollektivi bu müqəddəs günlərdə onlara bayram sovqatı payı ilə dəstək göstərərək milli birliyimizin sarsılmazlığını bir daha sübut edib. Bu xeyirxah aksiyada Qarabağ qazisi və şəhid atası Mehman, Qarabağ qazisi Kamil, Qarabağ qazisi Məhəbbət, eləcə də Qarabağ qazisi və şəhid atası Vahab kimi şəxslərin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Onlar özləri də bu müqəddəs yolda fədakarlıq göstərmiş insanlar olaraq ehtiyacı olanlara əl uzadıblar. Bu təşəbbüs dövlətimizin başçısı möhtərəm prezidentimiz İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının cəmiyyətdə geniş əks-səda tapmasının bariz nümunəsidir. Lakin bu ziyarət yalnız sovqat payı ilə məhdudlaşmayıb. Veteranlar Təşkilatının üzvləri vətən uğrunda canından keçən igid oğullarımızı unutmadıqlarını göstərmək üçün şəhid kəşfiyyatçı Səyyab Fiqanoğlu Əhmədovun məzarında ziyarət ediblər. Onlar qəhrəman şəhidimizin əziz xatirəsini ehtiramla anaraq ruhuna dualar oxuyublar. Bu addım şəhidlərimizə olan sonsuz minnətdarlığımızın və onların unudulmaz xatirəsinə göstərilən dərin hörmətin təcəssümüdür. Ağdam Veteranlar Təşkilatının bu nümunəvi hərəkəti həmrəliyin, vətənpərvərliyin və qarşılıqlı dəstəyin ən gözəl örnəyidir. Bu cür aksiyalar bir daha sübut edir ki, Azərbaycan xalqı öz şəhidlərini və qazilərini heç vaxt unutmur. Onların ailələrinə hər zaman sahib çıxır və qəhrəman övladlarının xatirəsini əbədi yaşadır. Allah şəfanı versin. Biz Ağdamların Veteranlar Təşkilatısınız. Gəlib sizi ziyarət edirik. Yəni qazilərimizi, şəhidlərimizi, ailələrimizi, onları ziyarət edirik. Buradakı oğlanlar hamısı çalışma şəhidlərdir. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi hamısını döyüşçüləri. Könüllü olaraq bir dənə Ağdamda yanımızda ki, yarandı. Ağdamda tək könüllü bölük yarandı. Ağdamı dağıtması üçün. Yəni Ağdamlılar ilk gündən ki, şəhid verənlərdir, qazilər verənlərdir. Biz də sizin bu qarşıdan deyil həmrəylik günü münasibətilə sizin ailənizi təbrik edir, sizi təbrik edirsiniz. Bütün Ağdamların Veteranlar Təşkilatı adından, Ağdam rayon icra hakimiyyəti adından. Yəni biz qeyri-hökumət təşkilatı. Amma yenə də öz çərçivəmizdə gəlib ziyarət edirik. Ordumuz olsun, sağ olun. Hər kim oğlanları biz gəlib ziyarət ederiz. Allah sizi var edin. Amin. Allah razı olsun. Bir daha xoş gəlmişsiniz. Çok sağ olun. Sağ olun. Günləri Ağdam rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə, qardaşlarımızın iştirakı ilə bizim şəhid ailələrimiz, qazilərimiz və bu günləri biz ailələrimizi anmaq edirik. Nəfədə bizim üçün həmişə ondan ziyarət edirik. Qazi qardaşlarımızın götürəci onlarının həmrəylik günü ilə bağlı qarşılanacaqlarını və bu da onlarla görüşəcək. Allah rəhmət eləsin. Səsləndirmədə Aygün Qərib qızı, Ağdam.